Atma sifət tövhidi nəyə görə mühümdür? Allahı başa düşmək. Yaxşı, Allah kimdir? Sən Allah'a ibadət etməlisən, lakin Allahı tanımalısın. Allahı necə tanıyacaqsan? Onun adları, onun sifətləri öyrənərək. Quran-ı Kərimdən. Allah həydir, yəni daim yaşayandır, qayyumdur, həyat verəndir. Və o adları və sifətləri tanımaq da səni təsir etməlidir. Məsələn, sən biləndə ki, Allah alimdir, xabirdir, hər şeyi bilən və hər şeydən xəbərdardır, nə etməlisən? Günahlardan çəkinməlisən. Hətta tek olsan. Aldatmaqdan, yaramaz işlərdən, insanlara pislik etməkdən çəkinməlisən. Çünki bilirsən ki, tek otaqda olsan da Allah səni görür. Allah xəbərdardır. Mündərəcətin sizə göstərəcəm ki, görün bu insan Allahın hansı sifətlərindən danışır. Deyir Allahın hansı sifətləri var. Baxın, deməli, babu bəyan ənəlləhə əzzə və cəl şəxsu. O bab ki, Allah Azze ve Celle şəxsdir. Yəni, Allahın bir şəxs olmasının isbatı. Babu bəyan isbatu nəfsullahi Azze ve Celle. Allahın nəfsinin olmasının isbatı. Babu dəlil alə ənəhu ta'ala fissəmə. O bab ki, burada dəlil var ki, Allah səmadadır. Yəni, isbat eləməyə çalışır ki, Allah səmadadır. Aləl arş. Allah ərşdədir, səmadadır. Bunları isbat etməyə çalışır. Zəkəru hicaballahu Azze ve Celle. Yəni Allahın hicabını deyir, Allahın hicabı var. Allahın hicabını isbat etməyə çalışır. Əstəğfurullah. Daha sonra deməli qadəməhu aləl kürsi. Allahın ayaqlarını, yəni iki ayağını kürsüyə qoymasının isbatı. Əstəğfurullah. Babu isbatul haddillahi Azze ve Celle. Allahın həddinin isbatı. Əgər həqiqətən Allahın isim sifət tövhidindən danışmaq iman artırırsa, ey Vəhabi, danış Allahın həddindən, danış Allahın iki ayağını kürsüyə qoymasından, insanların da imanı artsın. Biz heç nə demirik. Daha sonra deməli babu isbatu vechullahu Azze ve Celle. Daha sonra deyir ki, isbat edirəm ki, Allahın üzü var. Üzü. Yəni bu yanaq, üzü var. Babu isbatu suratullahu Azze ve Celle. Allahın surətinin, bənzərinin olmasının isbatı. Allahın bənzərindən danışın. Sizin mömin Vəhabi qardaşlarımız da imana gəlsin, iman artsın. Babu isbatu ayneynillahu ta'ala. Allahın deyir, yəni iki deyir gözünün isbatı. İki dənə gözü var deyir. Əstəğfurullah Rabbi və tövbə ileyh. Babu isbatul deməli babu isbatu xaləqə Ədəmə aleyhisselam biyədihi. Allahın deyir, o bab ki, isbat edirəm ki, deyir, Allah Adəm aleyhisselamı iki əlləri ilə yaratmışdır. İki əlləri ilə yaratmışdır. Sonra babu isbatu xattillahi Azze ve Celle. Allahın xəttinin yazmasının, yəni yazı xətti var, o deyir, o da sifətdir deyir. Yəni Allahın xəttinin isbatı. Bu özü qədim alimlərdəndir, İbn Teymiyyədən və digər alimlərdən də daha öncə yaşayıb. Daha sonra babu əxəzallahu sadaqatul mu'minu biyədik. Daha sonra deyir ki, isbat ki, dəlil ki, Allah əxz eləyər, götürər, alar mömindən sədəqəni öz əlləri ilə. Öz əllərini. Babu isbatu isba'allahu Azze ve Celle. Allahın deyir isba'lərinin, barmaqlarının isbatı. Əstəğfurullah. Babu dahhaqallahu Azze ve Celle. Allahın gülməsinin isbatı. Allahın gülmək sifətindən danışın. Bu Vəhabi mömin qardaşlarımız da imana gəlsin. Biz də bunu istəyirik. Yəni təki siz imanlı olun. Yəni Allahın budu, Allahın gözü, Allahın qaçmağı, Allahın uzanmağı sizi imana gətirəcəksə danışın. Biz danışaq, siz qulaq asın, imana gəlin. Babu isbatu qadamallahu Azze ve Celle. Allahın qədəmlərinin, ayaqlarının isbatı. Əstəğfurullah. Daha sonra babu harvalatallahu Azze ve Celle. Allahın harvala sifəti, yəni qaçmaq, Allahın qaçmaq sifəti. Əgər Allahın isim sifətindən danışmaq iman artırırsa, gəlin, qoşulun bizə, biz sizə səhərdən axşama qədər Allahın bu sifətlərindən danışaq, zaten qəbul edirsiniz. Danışaq Allahın qaçmasından, ayaqlarından, bayaq qadəmi mən ayaq kimi tərcümə edim, üzr istəyirəm. Ricleyindir, yəni ricleyin ki, həmin burada işarələdiyimiz yerdə, yəni Allahın ricleyin, yəni ayaq sifətləri. Əgər bu sizin imanınızı artırırsa, gəlin, biz sizə danışaq.
Yox, əgər bu, yəni sən deyən kimi ey Vəhabi, əgər Allahın isim sifətindən danışmaq insanın imanını artırırsa, biz səninlə danışa bilərik. Biz danışaq sənin imanın artsın. Yox, əgər iman artırmırsa, onda göpə basma. İman artırırsa, biz danışanda niyə əsəbləşirsiniz? Niyə bizə irad tutma? Biz təhqir eləmirik, kinayə eləmirik, söymürük, lənətləmirik. Sadəcə deyirik ki, gəlin, biz sizin kitablarınızdan oxuyaq, siz də feyziyab olun. Belə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.